Birinci növbədə, əgər biz sosial mediada var isək, bizim baxmamız lazımdır. Paylaşdığımız şeyin məzmunu nədir? Paylaşacağım şey insanların üzərinə nə cür bir təsir buraxacaq? O paylaşdığım şey mənfi mi, müsbət mi nəticəsi olacaq? Mən o paylaşımla kimisə rəncidə edəcəmmi, kiminsə xətrinə dəyəcəmmi? Sırf polemik olsun deyə, sırf belə qərəzli, şəxsi ambisiyalarım uğruna kimisə belə deyək, susturma naminə bu təşəbbüsümü edirəm, yoxsa həqiqətən faydalı bir şeydir. Bu mənim xalqımın, millətimin, mədəniyyətimin dəyərləri ilə əlaqəli bir şeydir və bunu paylaşacağım zaman insanlar maariflənmiş olacaq. Bu düşüncə ilə, bu gözlə baxıb dəyərləndirdiyimizdə o zaman onun təsiri də müsbət olur Eldar müəllim, elə deyilmi? Yəni və baxırsınız ki, oradan müsbət sizə bəzi geri dönüşlər, rəylər də gəlir və artıq insanların o sahəyə olan marağı, deyək ki, siz müəyyən bir sahədə yazırsınız, təhsil sahəsi ola bilər, nə bilim, ondan sonra yazarlıq, müəlliflik və ya fərqi yoxdur. Hansı sahədə olursanız olursunuz, öz sahənizlə bağlı, yəni mütəxəssis olduğunuz sahə ilə bağlı və artıq insanlar sizdən faydalanmağa başlayır. Bu, istər Ramazanda olsun, istər Ramazan xaricində olsun. Amma mən deyərdim ki, Ramazanda xüsusilə paylaşacağımız paylaşımların məzmunu burada son dərəcə vacibdir ki, həm bizim ibadətimizə bir xələl gəlməsin, həm də o paylaşımımızla müəyyən insanlar, istər ibadət əhli olsun, istər olmasın, heç fərqi yoxdur bu mənada. Qarşı tərəfi əsla incitməyəcək paylaşımlara diqqət etməmiz lazımdır.